Salam izləyicilər, Word proqramında kanalların birləşdirməsi və bölünməsi üzrə nəzərdə tutulmuş praktiki çalışmaların ikinci videosudur. Hansı ki bu cədvəl nümunələrini işləyirdik. Bundan öncəki dərsdə birinci cədvəl nümunəsini işləmişdik. İndi bugünkü dərsdə bu cədvəli işləyəcəyik. Təbii ki, bu cədvəl çəkmək üçün ilk növbədə analiz eləmək lazımdır ki, burada neçə sütun, neçə sətir var. Çünki cədvəli qurmaq üçün sütun, sətir sayıların bilmək vacibdir. Gəlin başlayaq. Deməli, sütunları sayaq. Sütunları yuxarıdan yox, aşağıdan sayacağıq. Yəni çox olan hissədən. Çünki yuxarıda xana birləşdirmə olub bu hissədə. Yəni buradan saysaz 1, 2, 3, 4. Yəni 4 dənə sütun olacaq. Yəni sütun bütöv, yəni bu hissəyə deyilir. Ona görə aşağıdan sayacağıq. Çünki burada birləşdirmə yoxdur. Birinci sütun, ikinci sütun, üçüncü sütun, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə deməli burada sütun var. Sətirləri sayaq. Deməli birinci sətir, yəni sarı olan sətir, ikinci sətir ağ sətir, üçüncü sətir, yəni bu səhra rəngli olan sətir. Sadəcə birinci və ikinci sətir burada bir qədər ölçüsü böyükdür. Elə isə başlayaq. Deməli Word proqramına daxil olaq. Bu cədvəli təbii ki qurduqdan sonra kursora mütləq bu cədvəlin altına qoyub klaviaturadan Enter düyməsini sıxırsınız ki, biraz aralı olsun. Insert tabına daxil olaraq table əmrinə, yəni vstavka tabına girirsiniz table əmrinə, yəni tabliç əmrinə, buradan insert table, yəni vstavit tabliç əmrinə vururuq və burada sütun sayı 10, sətir sayını isə 3 olaraq qeyd edirik və OK düyməsini vururuq. Burada birinci sətir bir qədər böyüdək. Bunun üçün birinci və ikinci sətir arasında olan xəttin üzərinə gətiririk. Mouse'un sol düyməsini basıb saxlayıb çəkirik bir qədər aşağı. Növbəti sətiri də bir qədər böyüdürük. Biraz bundan daha artıq. Və birinci sətiri seçirik. Bunu belə də seçə bilərsiniz və daha rahat yolu sətrin qarşısında, yəni ağ hissədə, yəni səhifənin ağ hissəsində mouse'un sol düyməsini bir daha vurursunuz. Daha sonra burada Table Design, yəni konstruktor tabında Shading, yəni zarif əmrinə daxil olub. Buradan sağ rəngi seçirsiniz. Eləcə də üçüncü sətrin qarşısında da mouse'un sol düyməsini bir daha vururam. Shading əmrinə daxil olub. Burada Mode Colors, yəni Druget Svet əmri olacaq. Və buradan çəhrayı rəng seçirəm. OK düyməsini vururam və alındı. İndi isə keçək xana birləşdirmələrinə görə burada hansı xana birləşdirmələr baş verib. Təbii ki, burada qırılmış xəttlər görürsünüzsə, bilin ki, burada birləşdirmə olub. Yəni normalda bu xəttləri uzatsaz, yəni xəyalınızda açıq aydın görəcəksiniz ki, burada neçəsi birləşib. Yəni bu xəttlər olmasa da biz zaten bunun aşağısına baxanda görürük. 1, 2, 3, 4, yəni 4 dənə nə var? Burada sütun var. Həqiqətən də bu xəttləri uzadanda da saysaz 1, 2, 3, 4, yəni 4 dənə xana var, yəni sadəcə sütun olaraq bunlar birləşdirilib. Burada da eyni zamanda aşağıda görürük 1, 2, 3, 4, yəni xəttləri də çəksəz görəcəksiniz ki, burada 4 dənə xana mövcud olub əvvəl və gəlirik bura, 4-ünü seçib buradan, yəni birinci xananı buraxıb, ikinci xanadan başlayaraq 4-ünü seçib, Table Layout, yəni maket tabına daxil olub, burada Merge Cells, yəni Abdinit ya Check əmrini vururuq, birləşdiririk. Yəni 4-ünü seçib Merge Cells əmrinə vurub birləşdiririk. Və görürsünüz ki, bu cədvəlin kənarlarında, kənarları qalındır. Bunun üçün nə edəcəyik? Cədvəli bütöv seçəcəyik. Bizə Design tabında, yəni Construct tabında bu 4 dənə əmri bizə lazım olacaq. Hansı ki, bunlardan birincisi Line Style xəttin növü, Line Weight xəttin ölçüsü, Pen Color, yəni xəttin rəngi, bir də Borders tətbiq eləmək üçün çərçivə xətləri lazım olacaq. Xəttin burada növləri var, cürbəcür. İndi bizdə elə sadə xətt olduğuna görə, yəni sadə xəttdə də qalırıq. Ölçünü bir qədər yeri buradan 2,4 eləyirik. Yəni 2,25 punkt olan xətti seçək. Rəngi zaten qara olduğu üçün belə deyək də bu qara rəngi toxunmuruq, elə qara rəngdə qalır. Normalda burada karandaş çıxır, yəni çəkmək üçün. Bunlar bir-bir belə çəkmək yorucu və vaxt itkisidir. Ona görə cədvəl bütün seçili olduğu halda Borders əmrinə girib, burada All Borders'i seçəcəz, yəni Fisigranic. Həm də bunun şəklində də görsənir. Yəni hər tərəfi çərçivədir. Bunu sıxsaz, nəticədə cədvəlin bütün sərhədləri
qalın olacaqdır. Yəni seçdiyimiz xətt stili və ölçü və rəng nəzərə alınmaqla tətbiq olunacaq. Belə videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalan bilsinlər. Növbəti video dərslərdə digər 2 cədvəlin işləyəcəyik. Hələlik sağ olun.